Əhl-i Beyt əleyhimussalamdan bizə misilsiz yadigarlardan biri ziyarət-i cami-i kəbirədir. Hansı ki, Əhl-i Beyt əleyhimussalama mərifət hasil eləməkdən üçün ən gözəl vasitədir bu ziyarətnamə. Bu möhtəşəm ziyarətnamənin müəllifi İmam Hadi əleyhissalatu vəssalamdır. Bu ziyarətnamənin ifadələrindən biri bu kəlamdır. Və əşrəqətil ərdu binurikum. Yer sizin nurunuzla aydınlandı, işıqlandı. Yəni sizin varlığınız yerin və yaxud aləmlərin aydınlığının mənbəyidir. Mənası budur ki, əgər siz olmasaydınız, yer yoxluq zülmətindən çıxıb varlığa qovuşmazdı, var olmazdı. Deməli, Əhl-i Beyt əleyhimussalam aləmin yaranmasının və davamlı olmasının səbəbidir, dəyərli möminlər. Bu həm də imamın aləmdəki varlıq təsirinə işarə edən hədislərin mənası kimidir. Məsələn, imamın varlıq aləminə nə qədər təsiri var? Məsələn, İmam Sadiq əleyhissalatu vəssalam buyurur ki, "Lə bəqiyyətil ərzu yawman vahidən bila imam minna." Əgər yer bir gün bizdən olan imamsız qalsa, yer bir gün imamsız qalsa, "Ləsaxətil ərzu bi əhliha." Yer öz əhlini içinə çəkər, udar. Dəlailül İmamə səhifə 436. Həmçinin nurdan məqsəd imamların hidayət məqamıdır, möhtərəm möminlər. Yəni nurun işi zülməti aradan qaldırmaqdır. Zülmət təkcə gecəyə demirlər də, gecənin qaranlığına zülmət təkcə bu demək deyil. Zülmət anlayışı bir çox mövzuları əhatə edir, dəyərli möminlər. Yaxşı qulaq asın, xahiş edirəm. Ən böyük zülmət yoxluq hesab olunur, yoxluq. Əgər Allah Taala vücuda varlıq verməsəydi, biz yox idik, heç idik. Heç nə yox idi, düzdürmü? Yoxluq ən dərin zülmət hesab olunur. İkinci, zülmət deyildikdə nələr nəzərdə tutulur? İkincisi, cəhalət. Möminlər qulaq asın, cavanlar qulaq asın. Ən böyük zülmətlərdən biri nədir? Cəhalət, cahillik, ağılsızlıq, savadsızlıq, bilməməzlik, ağlın süqut eləməsi. Quran məntiqi cəhaləti zülmət hesab edir. Həqiqətən bilməmək və ondan doğan cəhalət sağalmaz bir bəladır. Yəni cahillik çox böyük bir bəladır və sağalmayan bəladır. Diqqət edirsiniz, ən böyük bəlalardan biri nədir? Cahillikdir. Bu böyük bir zülmətdir. Həzrəti İsa əleyhissalatu vəssalamı görürlər, qaçır. Deyirlər, niyə qaçırsan? Deyir, xəstələri sağaltdım, körün gözünü açdım, karın qulağını açdım, vəbanı sağaltdım, taunu sağaltdım, ölü diriltdim. Amma cahili sağalda bilmədim. Cəhalət böyük bir bəladır. Cahil yaşamaq, haqqı tanımamaq, həqiqətdən xəbərsiz yaşamaq nədir? Zülmətdir. Yəni imam nurdur, gəlir bunlara da aydınlıq verir. İmamı tanımamaq, haqqı batildən ayıra bilməmək, bunlar insanın iç dünyasının zülmətləridir, dəyərli işlənlər. Üçüncü zülmətin başqa bir mənası, yəni zülmət başqa nəyə deyilir? Zülmət günah zülmətidir, dəyərli möminlər. Günah özü bir zülmətdir. Hər günah bir dənə nöqtədir. Təkrarlandıqca qəlb qaralır. Qəlb qaraldıqca nur çəkilməyə başlayır. Tamamilə nur həmən məkanı artıq tərk eləməyə başlayır. Küfür, fisk, fəsad, nifaq, bunlar qəlbi nurdan məhrum eləyən zülmətlərdir, möhtərəm eşidənlər. Dördüncü, yəni zülmət, başqa nə mənada başa düşülür? Dördüncü, hidayətsizlik. Həm ümumi mənada, həm də xüsusi mənada yol göstərən olmasa insan azacaq. Yol göstərən olmalıdır. Hidayətgər, hadi. İnnəmā əntə munzir və likulli qovmin had. Bu da bundan qeyri deyilsən, qorxudansan, hər bir qövm üçün bir hidayət eləyən var. İlahi rəhbərdən məhrum olan cəmiyyət, zülmət içində yaşayan bir toplumdur, dəyərli möminlər. Aşkar məntiq budur ki, hidayətsiz həyat istiqamətsiz gecədir. Bir gecə ki, ayağın altını görmürsən. Qurana diqqət buyursaz, görərsiniz, çox vaxt zülmət sözü cəmdə işlənib Quranda, zülümat. Cəmdə işlənib, Qurana bir baxın. Çünki batil niyə çoxdur? Batilin yolları çoxdur, oxları çoxdur. Azğınlığın formaları saysızdır. Amma nur bir dənədir. Çünki haqq bir dənədir. Nurdan təbir gətirilsə, Qur'an-ı Kərimdə həmişə təkdə işlənir, müfrəddir. Düzdür? İndi imama ki, nur deyilir. Yəni Allah yoxluğu sizin əlinizdən aradan qaldırdı. Əgər sən olmasaydın, fələkləri yaratmazdım. Və ya və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Yəni hər şey yoxluqda qalardı. İmamlar, peyğəmbərimiz olmasaydı. İmama ki, nur deyilir, yəni cəhalət, günah, hidayətsizlik və qəlbin qaralması onun vasitəsilə aradan qalxır. Mənaları budur. Elə buna görə bəzi təbirlərdə Peyğəmbər sallallahu aleyhi və səlləm və imamları günəş misalı ilə, təbiri ilə gətirib
Hədislərdə görürük, günəş deyilir onlara. Məsələn, İmam Rıza əleyhissalam buyurur ki, imam doğan günəşdir ki, nuru ilə aləmi bürüyür. Və o üfüqdə elə bir yerdədir ki, əllər və gözlər ona çata bilməz. Əl-Kafi cild 1 səhifə 198. Əllər və gözlər ona çata bilməz. Mütəal Allah Ən'am surəsinin 122-ci ayəsində buyurur. Məgər ölü olan və biz onu dirildib insanlar arasında onunla yerisin deyə ona bir nur verdiyimiz kəs, zülmətlər içində olub ondan çıxa bilməyən kəs kimidirmi? Yəni o şəxsə ki, Allah təbarək və təala nur verir və o nurla gəzir, onu ilə zülmətlər içində qalan eynidirmi? Allah təbarək və təala sual verir. Həmən bu ayədə biz onun üçün bir nur qərar verdik ifadəsinin təfsirində İmam Sadiq əleyhissalam buyurur ki, o nur bir imamdır ki, ona iqtida olunur. Əl-Kafi cild 1 səhifə 185. Nurdur imam. İnsanın önünü açır. Necə yaşamağını bəyan edir. Necə bilməyini təyin edir. Meyardır hər bir mövzuda. Yəni nurdan məqsəd o ilahi rəhbərdir ki, ona tabe olunur. Dəyərli əzizlər, həmçinin ziyarətnamədə oxuduğumuz ifadə və bin nurikum əşrəqətil ər, sizin nurunuzla yer işıqlandı və bu Zümer surəsinin 69-cu ayəsinə işarədir və əşrəqətil ərzu bi nuri rəbbiha, yer öz Rəbbinin nuru ilə işıqlanacaq ayəsinə işarədir. Əməl dəftərləri ortaya qoyulacaq, bu ayənin ardıdır. Əməl dəftərləri ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək və onların arasında haqq ilə hökm veriləcək və onlara zülm edilməyəcək. Həmən o Zümer surəsinin 69-cu ayənin axırına qədər olan hissəsidir. Diqqət buyurun, Allah bu ayədə qiyaməti təsvir edir bizim üçün, xahiş edirəm qulaq asın və buyurur, həmin gün kitab gətiriləcək. Bu kitab ya əməl dəftəridir, ya Loh-i Məhfuz, ya da Qur'an-ı Kərimdir. Kitab gətiriləcək. Peyğəmbərlər və şəhidlər gəlir ki, ilahi məhkəmə qurulacaq. İlahi məhkəmə qurulur. İnsanların əməllərinə və davranışlarına baxılacaq və hər kəs öz əməlinin nəticəsini orada görəcək. Nə iniyib, necə yaşayıb, hansı əməlləri yerinə yetirib, hamısını görəcək. İndi sual budur. O aləmdə işıq varmı? Və əşrəqətil ərzu bi nuri rəbbihadına. O aləmdə işıq var görəsən. Günəş, ay, ulduz o aləmdə var. Quran cavab verir. La yərunə fiha şəmsən və zəmhərira. Orada nə günəş var, nə də soyuq var. İnsan surəsinin 13-cü ayəsində. Deməli, oranın işığı mütəal Allahın nurudur. Fikir verin. Hansı ki, bu nuru xüsusi şəxslər daşıyırlar. Diqqətli olaq. Hədis surəsinin 12-ci ayəsində mütəal Allah buyurur. O gün mömin kişilərin və mömin qadınları görəcəksən ki, onların nuru qarşılarında sürətlə hərəkət eləyəcək. O gün, qiyamət günü. Bəs möminlərin nuru qiyaməti işıqlandıracaq. Həmçinin şəhidlər barədə Allah görək nə buyurur? Buyurur Hədid surəsinin 19-cu ayəsi. Və şühəda ində Rəbbihim. Şəhidlər Allahın yanındadılar. Allahın yanında olacaqlar. Ləhum əcruhum və nuruhum. Onların mükafatı və nurları var. Demək, bir möminlərin nurundan danışdı mütəal Allah. Bir də nədən? Şəhidlərin nurundan danışdı. Demək, əgər şəhidlər və möminlər nur sahibidirlərsə, bitəriqi ovla imamlar ən əzəmətli nura sahibdirlər, dəyərli möminlər. Və bütün qiyaməti onların nuru işıqlandıracaq. Bütün qiyaməti. Siz buna fikir verin. Əgər bir möminin nuru qiyamətdə önündə hərəkət eləyirsə, əgər şəhid qiyaməti işıqlandırırsa, o halda düşün imamın nuru nədir? İmamın nuru nə həddədir? Hansı ki, imam nurun mənbəyidir. Mömin nurun imamdan alır. Şəhid həmən o məqama, o posta yetişib imam məktəbində yetişməklə gəlib o dərəcəyə çatıb. O şəhidin mənbəyi imamın məktəbidir. Bu nurun əzəmətli nümayəndələrindən biri, Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvəsi, cənnət cavanlarının ağası, vəhy evində böyüyən, Əhl-i Kisanın üzvü İmam Həsən-i Müctəba əleyhissalatu vəssalamdır. Düşünün, cənnətin rəhbərinin nuru hansı əzəmətdədir? Bir şəxs ki, cənnətin rəhbəridir. İnnəl Həsənə vəl Hüseyn seyyidə şəbab əhl-i cənnət. Həqiqətən Həsən və Hüseyn cənnət cavanlarının ağalarıdır. Bilirik ki, cənnətdə qoca yoxdur. Bilirik ki, hamı cənnətdə cavandır. Bəs demək, hamının ağasıdır. Bu o deməkdir ki, cənnətin rəhbərliyi bunlardadır, bu iki nəfərdədir. Onun nuru nə cəlalı, nə qədər əzəmətli olar. Bayaq dedik, nur müxtəlif mənalar daşıyır. Hidayət edən, zülməti aradan qaldıran, cəhaləti məhv edən, elmi yuxarı dərəcələrə qaldıran. Azacıq nəzər salaq, görək onun nuru hər mövzuda zülmətləri necə aradan qaldırıb İmam Həsən-i Müctəba. Möminlər, bu ilahi hidayət rəhbərinin nə özəl və gözəl xüsusiyyətlər olub. İnsanların və tarixin
onun barədə ən böyük yanlışı ona sadə bir tarixi şəxsiyyət kimi baxması oldu. Ən böyük zülm bu oldu ki, ona bu gözlə baxdılar. Sadə bir insan modeli kimi baxdılar. Halbuki İmam Həsən əleyhissalatu vesselam ən kamil və ən ideal insan təcəssümüdür, dəyərli əzizlər. Əgər Aristotellər fəzilətli insan xarakteristikasının, İbn Sinalar kamil nəfs modelinin xəyalını qururdularsa, İmam Həsən əleyhissalam bunun canlı təcəssümü idi. İmam Həsən əleyhissalamın şəxsiyyətində 3 əsas sütun var idi. Baxın, biri emosional intellektin zirvəsi, yəni helm. İmam Həsən əleyhissalamın helmi. Diqqət edin. İkinci, maddi sərvətin mənəvi üstünlüyü, yəni səxavəti. Üçüncü, ruhani cazibə, yəni cəmal. Bu 3 xüsusi ünsür var idi İmam Həsən Müctəba əleyhissalatu vesselamda. Çox şey var. Bunlar zahirlə danışırıq deyə belə deyirik. Tarixçilər yazır ki, onu görənlər qeyri-adi cazibə hiss edirdilər. Təsəvvür edin, olmadı heç vaxt onu görən ikinci və dönüb baxmasın. Hətta qeyd olunub ki, ona tamaşa eləmək üçün sıra yaranırdı, ona baxmaq üçün. Onun gözəlliyinə, nuruna baxmaq üçün sıra yaranırdı. Qur'an oxuyanda elə bir adam qalmırdı, yığışmasın, kövrəlməsin, heyrətə düşməsin, təəccübə qərq olmasın o Qur'an oxuyanda. Bu fiziki yaraşıq deyil. Fiziki yaraşıq və gözəllik deyil. Artıq bundan üstün bir şeydir. Ya burada ruhla, qəlblə, fiziki bədən vəhdət təşkil edir. Harmoniyası var arada. İnsan daxilən parçalanmış olanda, daxilən sınmış olanda, daxilən onun üzündə sərtlik və solğunluq olur. Daxildən parçalanmış olanda. Daxildə arxayınlıq olanda isə insanın üzü daha çöhrəvari olur. Yəni nur saçır üzü. Ya əyyətuhən nəfsul mutmainnə. Ey mütmainnə nəfsin, arxayın nəfsin sahibi. Daxilən parçalanma yoxdur. Daxilən rahatlıq və arxayınlıq var. İmam Həsən əleyhissalam daxilən o qədər arxayın idi ki, onun yanında olan həm ona baxmaqdan doymurdu, həm ondan ayrılmaq istəmirdi, həm də onun yanında olanda özünü təhlükəsiz hiss edirdi İmam Həsən Müctəba əleyhissalam yanında. Bu ilahi rəhbərliyin və liderliyin ən yüksək formasıdır, möhtərəm eşidənlər. Həmçinin tam dəqiqliklə qeyd olunub 3 dəfə bütün sərvətini, 2 dəfə isə tam yarısını Allah yolunda paylayıb. Eşidirsiniz? İnsanı qorxuya çəkən başlıca amillərdən biri maddi asılılıqdır. Asılılıq, maddi asılılıq. Yüksək qorxudur. Minlərlə insan bu asılılığa görə insani keyfiyyətlərdən məhrum olublar. Maddi asılılıqdan doğan səbəblərdən. Nə Allah yolunda, nə din yolunda, nə də insanlıq naminə öz maddiyyatından keçə bilməyiblər. Maddi asıllıq qorxusu. Bu o qədər böyük bir dənə bəladır ki, buna görə bir sıra insanlar imamı tərk edib Kərbalada. Bu o qədər böyük bir bəladır. Varından keçə bilməmək, maddi asıllıq, maddiyyatın nökəri olmaq. Nə qədər insan gəliblər, qılınc, qalxan, at, veriblər ki, mən bunları verim sənə, məni bağışla, mən gedirəm, mən Kərbalada ola bilməyəcəm. İmam deyib, mən onların heç bir lazım deyil, sən canın lazımdır. Lakin Züheyr kimi sərvətli şəxslər, sərvətin gəldi, gedər olduğunu başa düşdülər. Fəda elədilər İmam Hüseyn ağaların hamısını. Tərk elədilər, gəldilər, qoşuldular İmam Hüseyn ağaya və tarixə, əbədiyyət tarixini adlarını yazdırdılar. Elə bir məqama gəldilər, çatdılar ki, nümunə oldular cəmaata. Və səbbitli qədəmə sidqinin də Kəməli Hüseyn və Əshabil Hüseyn. Mənim qədəmlərimi sabit saxla öz dərgahında İmam Hüseynlə və onun səhabələri ilə. Ki, mən onlara baxsam, özümü düzəltsəm, kamil insan olacam. Gəlib gör, hara çatıb ki, Allah onları nümunə elədi. Sən imamı başa düşürsən də, imam nümunədir. Amma qeyri bir imam gəlir, elə bir dərəcəyə çatır ki, o olur insanlığa nümunə. Və səbbitli qədəmə sidqin indəkə mə'al Hüseyn və əshabil Hüseyn. Əlləzinə bəzəlu muhəcəhum dunəl Hüseyn. Hansı ki, onlar qəlblərinin qanı, qəlbin qanıdır ya, muhcə həmən ürəyin qanıdır ya, bədənə qan ötürən qandır. Qəlblərinin qanını tökdülər Həzrəti Əbu Abdillah Hüseyn əleyhissalatu vesselamın uğrunda. Şəriyyətə nümunə olan İmam Həsən əleyhissalam da 3 dəfə son qəpiyinə qədər bütün sərvətin Allah yolunda fəda edib ki, insanlara başa salsın, maddi asıllıq qorxusunu daxilimizdə məhv edin. Maddi asıllıqdan çıxın. Baxın, belə insanı heç kim idarə edə bilməz. Bu əsl azadlığın ən yüksək mərhələsidir, möhtərəmlər. Bəzən bəzi insanlar İmam Həsən əleyhissalamı sükut eləyən, sülh eləyən imam kimi tanıtdırmaq istəyirlər. Ki, şəxsiyyətinə köldə gətirirlər.
Bunu deyənlər ya bəziləri cahillikdən, bəsirətsizlikdən belə danışırlar. Bəziləri isə elə məqsədyönlü şəkildə imama toz qondurmaq istəyir. İmama kölgə gətirmək istəyən adamlardılar. İmam Həsən əleyhissalatu vesselam atası kimi məzlum və tək qalmış imam olub, dəyərli möminlər. Bir halda ki, Küfə ordusu satılmışdı, sərkərdələr xəyanət eləmişdi, xəzinə boş idi və döyüşmək istəmirdilər. Belə bir ordu ilə İmam Həsən əleyhissalam neyniyə bilərdi? Bu müharibə Əhl-i-Beyt əleyhissalamın kökünün kəsilməsinə səbəb ola bilərdi. Buralarına fikir vermişsiniz, maraqlanmışsınız bu tərəfləri ilə, Muaviyə ilə elədiyi sülhün səbəbləri haqqında. Muaviyə lənətullahi əleyh ilə elədiyi sülhün səbəblərini bir araşdırmışsınız ki, neçə səbəb çıxır orada ki, İmam Həsən əleyhissalam sülh elədi, döyüşmədi. Hə? İmam Hüseyn əleyhissalam Kərbəla mərhələsinə çata bilməzdi, bilirsiniz. Fikir vermişsiniz bu mətləblərə. İmam Həsən əleyhissalatu vesselam o sülh eləməsəydi, imamət xətti davam eləməzdi, bilirsiniz. Deməli, əslində bu sülh 20 il sonra baş verəcək Aşura hadisəsinin müqəddiməsi idi. Aşura faciəsinin, hadisəsinin müqəddiməsi idi. Bu 20 ilin içində az sayda olan şiə şəxsiyyətlərin qorunması və o şiə cavanları ki, yaşları az idi, yetişməsi lazım idi. O sülh olmasaydı nə olardı? Hamısı məhv olardı, hamısı öldürülərdi. Beşikdə öldürülərlər. İmamın altından xalçasını çəkdilər. İmamın o qədər qorumanın içində ayağını parçaladılar, ayağına bıçaq batırdılar. İmam Həsən-i Müctəba əleyhissalatu vesselam xəncər batırdılar. Həm də bu sülh Muaviyyənin iç üzünün açılması idi. Eşit məni. Hansı ki, müqavilənin bəndlərini pozaraq özünü ifşa elədi tarixə. Nə qədər gəlib bir Muaviyyənin tərifləsə, mümkün deyil, yığıb-yığışdıra bilməz. 1 deyir, 2 deyir, 3 deyir, qəbahət nə qədər? Zülümlər, nifaqlar nə qədər onun haqqında var? Əlbəttə, Bəni Ümeyyə ətbasından başqa heç kim Muaviyyəni tərifləməz. Çox həqiqətlər var bu sükut və sülhün məntiqində. Mütləq alim olan imam bilirdi atdığı addımla hansı bir gələcəyi hazırlayır, dəyərli əzizlər. Əgər İmam Hüseyn əleyhissalam qanlı inqilabın imamıdırsa, İmam Həsən əleyhissalam o inqilaba yol açan səssiz inqilabın imamıdır. Əslində ikisi də eyni nur olduqlarına görə hər ikisi Aşura şəhididir. Həm İmam Həsən Müctəba, həm İmam Hüseyn əleyhissalam. Təsəvvür edin, Küfə ordusunun komandirlərinin bir hissəsi rüşvət almışdı. Bu Beydullah ibn Abbas kimilər Muaviyyənin nökəri olmuşdular. Hansı ki, əsas sərkərdələr idilər, baş sərkərdələr. Əskərlər imamın çadırını talan eləmişdi. Ayağının altındakı xalçanı çəkib götürmüşdülər. Belə bir ordunun başında döyüşmək qəhrəmanlıqdır, yoxsa intihar? Görsən bu sülhün səbəblərinə fikir verirsən? İmam o şəxsdir ki, onun danışmağı da hikmətdir, susmağı da, sükutu da. Hamısı hikmətdir. İki cür sükut var, dəyərli möminlər. Bir zəifin sükutu var, bir də güclünün sükutu var. İmam da ikincidir. Zəif bir insanı təhqir edə bilərlər, söyə bilərlər, zülm edə bilərlər. Susmaqdan başqa çarəsi olmaz. Amma güclü bir insanla təhqir olunlar, söylər, zülm edilər. Onu sussa bunda bir hikmət var, bunda bir ibrət var. Təsəvvür edin, onu təhqir edirdilər, təbəssüm göstərirdi. Ona xəyanət edirdilər, hirs göstərmirdi. Zülm edirdilər, mərhəmət göstərirdi. Bu adi insanın reaksiyası deyirdi, möminlər. Bu nəfs üzərində hakimiyyət qurmuş ilahi rəhbərin möcüzəsi idi. Nəfs üzərində hakimiyyət qurmuş. O bu günlərdə tez-tez qarşıda sizin də çıxır, emosional intellekt, öz hisslərini idarə edə bilmək, səviyyəsi, nə bilim, zirvəsi. Gəl İmam Həsən əleyhissalamdan öyrən emosional intellekt nədir? Ki, təhqir edirdilər, necə cavab verirdi? Zahirdə sərt deyildi, qəzəbli deyildi, aqressiv deyildi, amma daxilində dağlar qarşısında toz torpaq idi. Daxili bu idi, zərif görünürdü, amma sarsılmaz idi. Belə bir paradoks var, ziddiyyət var da, düzdür. Belə bir ziddiyyətləri özündə cəm etmək yalnız ilahi liderliyə sahib olan insanlarda olur. Deyir, Əli İslamdan danışırlar, deyirlər ki, ziddiyyətləri özündə cəm eləmiş şəxsiyyət, tarixdə misli yoxdur. Meydanlarda Heydər, Aslan, amma gecə deyir onu görəsən ibadətdə ki, necə ağlayır. Bu deyir, paradoksdur, bu ziddiyyətdir, bunları necə cəm eləyib özündə. Bu ilahi şəxsiyyətin modeli bu cür olur. Təsəvvür edin, bir nəfər onu açıq şəkildə söyür İmam Həsən əleyhissalama. O isə deyir, deyəsən, qəribsən. Kömək istəyirsən ki, sənə kömək edeyim. Bilirsiniz də bu söhbətləri. Amma məsələn necə vurdu başından saldı yerə. İmam durdu, qəşəng-qəşəng təmizlədi, qoydu başına. Dedi, sən burada qəribsən, mən səni görməmişəm heç. Gəl səni aparım evə, ac olarsan, sus olarsan.
Təsəvvür edirsən, təhqirə təhqir gözləyən adam mərhəmət görür. Bu növ əxlaq insanın bütün iç sistemini dağıdır. Helm, yola vermə. Nə qədər əzəmətli olub İmam Həsən Müctəba əleyhissalatu vesselam. Boş ver getsin, düzələr inşallah, yaxçılar. Helm deyərlər bunu. Bu növ əxlaq ki, imam göstərirdi, insanların iç sistemini dağıdırdı. Müqəddəs vücudu ilə insanlara və insanlığa başa saldı ki, güclü olmaq üçün sərt olmağa ehtiyac yoxdur. Bunu vücudu ilə göstərirdi. Can əmirəl-müminin, aləm sənə fəda olsun. Səhra aslanlarını məhv eləyən, parçalayan imam əlin qoyurdu, ayağın qoyurdu yerə, balaca uşaqlar, yetimlər çıxırdılar belinə. Bu halı vəziyyəti gətirmişdi insanlar, içini tamamilə ona aça bilsinlər, onu ata bilsinlər, onu qardaş bilsinlər, onu dost bilsinlər. Yəni, nə qədər səmimi münasibət qururdu insanlardan. Nə qədər yaxın münasibət qururdu ki, hər kəsən içini rahat gəlib dərdini danışsın, sirrini atsın, qoysun qarşısına. Təsəvvür edirsiniz, necə atalıq, qardaşlıq, dostluq nümayiş elətdirib. Əmirül-Müminin əleyhissalatu vesselam. Həmən o səhabələr ki, ona etiqadları var idi, ona yaxşı mərifətləri var idi, meydanlarda görmüşdülər, Xeybəri təkərimdən qaldırmağını görmüşdülər, Əmr ibn Əbdəvdi məhv-nabud eləməyini görmüşdülər, Harisi, Mərhəbi məhv elədiyini görmüşdülər. Onlar bir də görürdülər ki, tini dönəndə, məhləmi dönəndə o boyda şəxsiyyət, əlin qoyub, ayağın qoyub, uşaqlar belinə çıxırlar. Görürsən, başa salır camiyə ki, güclü olmaq üçün sərt olmağa ehtiyac yoxdur. Vücudu ilə, böyük olmaq üçün qışqırmağa ehtiyac yoxdur. İlahi, Qur'ani, imami olmaq üçün daxili nəzarət kifayətdir. Bir dənə daxili və nəzarət kifayət edir. Özün həlimliyi, mehribanlığı, şirinliyi ki, Allah səni belə görmək istəyir. Belə rəftar eləməyi istəyir. Əl-müminu huznuhu fi qəlbihi, buşluhu fi vəcihi. Mömin odur hüznü ürəyində, sevinci üzündə görsənsin. Öz görüntüsü ilə ürək açsın. Mömin onu görəndə ürəyi açsın, üzü gülsün, dodağı qaçsın. Belə olmaq istəyir bizdən, din bizdən bunu istəyir, belə tələb edir, belə yaşa, Peyğəmbər də belə idi. Əhl-i Beyt əleyhimussalam da belə idi. İmam Həsən Müctəba da həmçinin. Deyirlər atasına, mən deyirlər ki, oxuduğumu deyirəm də, hədislərdə, kitablarda, Həzrəti Əli əleyhissalama ən çox oxşayan İmam Həsən Müctəba əleyhissalatu vəssalamdır. Digərlərinin hamısı Peyğəmbərə oxşatma daha çoxdur imamlar arasında. Amma Həzrəti Əli əleyhissalatu vəssalama deyirlər ən çox oxşayan, rəftarı ilə, xasiyyəti ilə, əxlaqı ilə, görünüşü ilə ən çox oxşayan İmam Həsən Müctəba əleyhissalatu vəssalamdır. Əxlaqı, ədəbi də öz yerindədir. Əli əleyhissalamı gətirdilər xilafətə. Ağa buyurur ki, o qədər cəmaat tökülüşdü, gəldi. Mən qorxdum, Həsən Hüseyni tapdalayacaqlar, ayaqlarının altında qalacaq. O cürünə dair bunlar tamarızı qalmışdılar ilahi ədalətə. Birincini gördülər, ikincini gördülər, üçüncünü gördülər, tamarızı qaldılar ki, bir ilahi rəhbər, bir ədalətli insan gəlsin hakimiyyətə, gün görək, adam kimi yaşayaq. O qədər gəldilər, deyir, qorxdum Həsən Hüseyn əleyhissalam qalacaqların ayaqlarının altında. Əmirül-Müminin çıxdı, çıxış elədi. Sonra İmam Həsən Müctəba əleyhissalatu vəssalama dedi ki, məndən sonra da sən çıx danış. Mən höccəti tamamladım bu cəmaata. Bu cəmaatı yəni bilirəm kimdirlər. Məni bu cürlə gətirənlər, bunu öldürənlər də bulardılar. Öldürəcəklər də bulardı. Amma sən də çıx məndən sonra danış, höccəti tamamla. İmam Həsən buyurdu, mən sən yanında danışa bilmərəm. Mən sən görə-görə, gözüm görə-görə səni burada mən danışa bilmərəm. İmam Əli əleyhissalam dedi ki, mən çıxaram bayıra, sən danışarsan. Danışım o uşaqlıq vaxtındakında təbərrükdür də. Peyğəmbər moizə eləyir, məsciddə nə danışır? İmam Həsən Müctəba əleyhissalam da balacadır, gəlir anasına danışır. O nə danışır, gəlir anasına danışır. Hamza əleyhissalama deyir ki, sən bir biləsən nə qəşəng moizə edirsən oğlun Həsən. Peyğəmbər nə danışır, nöqtə vergül, nə qədər gəlir onun evdə təhqir edir hamısı. Əmirül-Müminin deyir ki, mən də istəyirəm, axılıma qulaq asın, mənim də yanımda danışmayacaq. Daha doğrusu Xamzəhra deyir ki, sənin yanında danışmayacaq. Dedi, mən gizlənərəm o evdə bir küncdə, o gələndə denən danışsın. Həmişəki adətində gəlir, Peyğəmbər nə danışır, İmam Həsən evdə danışır, əleyhissalam. Bəli, əleyhissalam gizləndi bir pərdə divarın arxasında. İmam Həsən Müctəba əleyhissalam daxil oldu, çıqqılı, balaca, 3-4 yaş. Dedi, Xamzəhra salamları, baba bugün nə danışdı, bugün nə söhbət elədi, nə moizə elədi? İmam Həsən Müctəba başladı danışmağa, dedi ki, qəllə, sözlərin hamısı mənim yadımda deyil, qəllə kəlami.
sözüm azaldı. Bir iki dənə qəşəng özü qafiyə ilə deyir. Ləəllə seyyidən yərani. Deyəsən bir seyyid mənə baxır, bir ağa mənə baxır. Sözüm qurudu, dilim tutuldu. Belədir. Kəllə lisani, qəllə kəlamı. Dilim tutuldu, sözüm azaldı. Deyəsən bir seyyid məni müşahidə edir, bir ağa məni müşahidə edir. Həya, hamısını öyrədiblər də. Nəyimiz yoxdur, sən Allah, nəyimiz yoxdur. Hamısı var, tətbiqimiz. Nəyimiz yoxdur, tətbiqimiz. Tətbiq yoxdur. Hər şey var. Hər şey var, tətbiq yoxdur. Ki Allah bizə qismət eləsin, o tətbiqi inşallah eləyək.